baxmayaraq ki, Müslümanam deyənlər çoxdur. Amma Müslümançılıqdan heç əlaməti olmayan, heç İslam dininə aid olmayan həyat tərzi olan da çoxdur. Bu hər kəsin özü bilər. Lakin bir qardaşınız olaraq sizə 2 nöqtəni, 3 nöqtəyə toxunmaq istəyirəm. Birincisi, unutmayın ki, bax burada olan kişilərin hamısı, sizin nəsliniz, kökünüz, hamınız, dədələriniz, babalarınız namaz qılan kişilərin uşaqları olmuşsunuz. Və ağ birçək və iffətli, namuslu qadınların nəsli kökü olmuşsunuz. Bizim kənddə gördüyünüz o yekə məscidi 350 il bundan qabaq sizin dədələriniz tikir. Bizim kənddə Allaha inanan kişilər olduğu üçün o kənddə şey onlar tikiblər. Bugün biz onlar tikdikləri meçidin içine yığılırıq. Onları onlar tikir. Bu 2 günlük həyatda çalışın onların yolundan azmayın. Bugün Gürcü xalqına baxın, Gürcüstanda yaşayırıq. Öz dinlərinə uyğun necə yaşayırlar? Bir Gürcünü sən döşündə xatsız görməzsən, kilsəsindən geri qaldığını görməzsən, öz adətinə, dininə, tərbiyəsizlik elədiyini görməzsən, öz cəsilərinə, öz dinlərinə uyğun gedirlər. Biz də müsəlmanıq deyirik, gəlin baxaq görək ki, biz nə hansı cəsiyə görə, hansı qanuna görə həyatda addımımızı atırıq. Bax bu şeyler üçün ay cavanlar, ay kəndçilərim, biraz ayrılmamız, biraz düşünmemiz lazımdır. Keçmiş dönemde hamımız Komünist Partiyasında yaşamışıq. Bize Allah yoktur deyiblər, Məhəmməd Peyğəmbər yoktur deyiblər, o dünya yoktur deyirlər. Ye, iç, ondan da bir heyvan kimi öl, get, torpaq ol deyirlər. Bize bunu öyrədirlər. Ona göre bugün biz danışanda insanlar bizi başa düşməkdə çətinlik çəkir. Çünkü yaşadıkları dönemde elinden tutup seni yaradan Allah var, sen ömrünü biçen Allah var, sen öydə oturarken sen ruzunu veren Allah var. Bunu bize hiç kim öğretmeyip, hem pis insanlar kimi formalaşmağa çalışmışıq. Oğurluq eləməkdən çəkinməmişik, yalan danışmaqdan çəkinməmişik, araq içməkdən çəkinməmişik, onun bunun dalıyla danışmaqdan çəkinməmişik, pis yola baxmaqdan çəkinməmişik. Çünkü dinimiz olmayıb, imanımız olmayıb. Elə ye, iç, bu dünyada ne var? Hiçbir pisliği de düşünməmişik. Ona göre de vaktiyle kendimizde çok pis işler olur. İnsanı koruyan şey onun doğru inancıdır. Bakın bu gençlere her zaman tövsiyem odur. 2 günlük hayatta çalış, dinsiz, imansız, ahlaksız, terbiyesiz ölüp gitme. Allah'ını tanı, seni yaradanı tanı, seni bu dünyaya yoktan var eləyəni tanı, aldığın nefesi aldı, sana vereni tanı. Biz zayıfız kardeşler, milyonumuz olsun, milyardımız olsun. En bakalı öylerde olaq, en bakalı maşınlarda olaq. Biz zayıfız. Bir çürüyen dişimizin qavağını ala bilmirik. Başımızdan düşen tükün qavağını ala bilmirik. Gözümüzün yaşlandıkça kor olmağının qavağını ala bilmirik. Zayıfız. Dartınıp kudurmağa, özümüzü göyden aparmağa gerek yoktur. Bak, hamımızın bir gün Allah'ın huzuruna köçeceğimiz bir gün var. Dürüst yaşamağa çalışmalıyız. Ağıllı yaşamağa çalışmalıyız. Zararsız yaşamağa çalışmalıyız. 2 günlük hayatta güzel eser koyup ölüp gitmeye çalışmalıyız ki bu dünyada en güzel şey nedir? Öldükten sonra adın çekiləndə desinler ki Allah bu adamdan razı olsun. Ne kiminse malına uğradı, ne kiminse namusuna toxundu, ne kiminse başına iş getirdi. Dürüst kişi kim yaşadı, kişi kim öldü. Bu şeyi gerçekleştirmemiz doğru inançtan başka bir şeyle mümkün değil. Ne boyda bakın, Allah rahmet eylesin balamıza, Allah kabrini nurla doldursun. Bakın bu o balamızın tayları var. 5 mi deyim, 10 mu deyim, 20 mi deyim. Cavan uşaqlar hamısı maşın qəzalarında dünyasını dəyişiblər. İçkilolublar, yandaylar bunları hərəkətə gətiriblər. Gedib ailələrini ağlar qoyublar. Biz deyəndə ki, gəlin baxın, narkotikdən uzaq durun, içkidən uzaq durun. Bax, atananızı sayın, onların öyüd nəsiyyəti ilə gedin. Bunları eləsəniz xeyir tapacaqsınız. Buna göre, bunu dediğimize göre birbirimize kucak açmaktan bəziləri qıraqda durub hələ bir dayanmırdı. Hələ bir yok, bulardı. Biz bunlar değilik. Biz bu kendini övladlarıyıq. İçki içən də bizim qardaşımızdır, bizim yerimizdir, əmmimizdir, dayımızdır. Namaz kılan da namaz kılmayan da. Bu meçid uşağıdır, o bazar adamdır. Belə bir şey yoktur. Biz Qaracalalıyıq, biz bu kəntliyik. Yaxşımız da, pisimiz de hamımız qoyun qardaşıq. Birbirimizi qucaqlamağa, ya çıxmağa çalışmalıyıq. Dalla danışmaq, onu belirlemek, bunu bilelim, hamımıza zarar verir. Toyumuzda hancari beraberik, ölümüzde de beraber olaq. Allah bu kendinin cahallarına uzun ömür versin. Allah bu kendi korusun, ölülerimize Allah rahmet eylesin. Dua eləyək kardeşler, en güzel eyleyebileceğimiz şey ölü için duadır. Ben dua eləyəcəm.